Ət çox yumşaq olduğu üçün əti əlimizdə mütləq yumruluq. O yumru formanı almaq üçün əti əlimizdə yarpağın ortasında forma verir. Saplaq hissədən, yuxarı hissədən yerləşdiririk. Sağ yuxarı, sol yuxarı, aşağı hissə böyürdən, vəbşin belə. Sonra əlimizlə də belə yumruluyuruq bu qaydayla. Çox gözəl. Bu Aynur xanımın bükdüyü dolmadır dostlar. Məndə də ki dolmanın şəklini görmüsünüz. İndi keçirik bizim səhifəyə. Saplaqlı bükmüşdüm. O səhifəmdə var. Sizə hal-hazırda bircə dəqiqə internet getdi. Yox, gəlir axı səsi. Məndə nəsə, böyüdüm. Demək qızlar, bu mənə saxsı lent səhifəsində yarışmada qazanmışdım. İçərisində həm ət bişirdim, həm qəşəng aş dəmlədim. Yəni super bir qazandı. Mütləq alın. Saxsı lent. Lent toxunur. Saxsı lent, saxsı lent. Nə cür istəsəz. O səhifəni yazın. Oradan götürün. Baxın qazanlara. İndi bu çox ağırdır. Bircə dəqiqə gözləyin. Mən qazanı açım. Mütləq ehtiyatlı olun. Baxın. Dolma artıq yağa düşüb. Həqiqətən də super pişirir. Vamxodda gör nə qəşəng. Bir dənə də canlıdan çıxanda axırda qazanın içində bütün formanı çəkib sizə göstərəcəm. Hələ ki məqsədim odur ki bişmək. Çox zəif xodda öz-özünə qəşəng pişir. Super pişirir bu qazanlar. Almanız məsləhətdir. Düzdür, məndə çox böyükdür. Siz öz evinizə uyğun alarsınız. Yəni superdir. Burada dolma da pişirmiş. Aş da yoxladım, ət də yoxladım, bugün isə dolmanı yoxladım. Buradan keçirik. Bunu da deyim qızlar, bircə dəqiqə. Bu neçə dəqiqə oldu? 3 saat 35. Burada əzizlərim, bugünlərim mən gül mürəbbəsi ilə, yəni bildiyimiz əsl qızıl gülü yox, bu biri qırmızı güllərlə mürəbbə pişirmişdim. Həmin mürəbbə ilə qəşəng mürəbbənin gözəlliyinə baxın. Kekilədim. Keklərin içərisinə qızıl gülləri əlavə elədim. Bu da baxın.